Nə üçün peyğəmbərlərin möcüzəyə ehtiyacı var? Məlum olduğu kimi, peyğəmbərlik məqamı bir sıra pak insanlara nəsib olmuş yüksək məqamdır. Dünyəvi vəzifələrə təyin edilən insanlar adətən başqaları üzərində fiziki rəhbərlik edirlər. Peyğəmbərlər isə onların ürəyinə hakim kəsilirlər. Bunun dəyəri daha çox olduğundan, bəzi insanlar özlərini yalandan peyğəmbər adlandıraraq cəmiyyətə rəhbərlik etməyə çalışırlar. Cəmaət peyğəmbərlik iddiasında olan hər bir şəxsin iddiasını qəbul etmək məcburiyyətində qaldığı təqdirdə, cəmiyyətdə hansı hərc-mərcliyin baş alıb gedəcəyini təsəvvür etmək elə də çətin deyil. Heç birinin iddiasını qəbul etməsələr, onda da azğınlığın qarşısını almaq mümkün olmayacaq. Buna görə də peyğəmbərlərin gəlməsinin zəruriliyini sübut edən dəlil, eyni zamanda onların yalançı iddiaslardan fərqlənməsini göstərən möcüzə gətirməsini də zəruridir. Deməli, hər bir peyğəmbər öz iddiasında doğru olduğunu sübut etməkdən ötürü mütləq möcüzə göstərməlidir. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.